hadisələrdən belə desək biri İmam Həsən Əskəri əleyhissalatu vesselamla bağlı olan Allah İmam Zaman ağanın zuhuru ilə bizləri sevindirsin. O Həzrətin İmam Zaman ağanın belki atası 11. imamımız İmam Həsən Əskəri əleyhissalamın adını zikr elədik. Bəli. Əvvəla onu qeyd edək, İmam əleyhissalamın, İmam Həsən Əskəri əleyhissalamın ömrü şərifi cəmi 28 il olubdur. Hicrətin 232-ci ilində dünyaya gəlibdir. Bəli, İmam Həsən Əskəri əleyhissalamın dövrü, yəni Əbbasi xəlifələrinin dövründə, o zalimlərin dövründə və olmazın əziyyətlərə mübtəla olubdur ki, belə ki, evində bir ev dustağı şəklində, əsir şəklində İmam o 28 illik ömrünü yaşayıbdır və zəhrlə o Həzrəti şəhadətə yetiriblər. Samirra şəhərində quraqlıq baş alıb gedir, İraqın şəhərlərindən biridir. Bəli, müsəlmanlar istisqa namazı qılmaq üçün, istisqa namazı yəni yağış tələb etmə namazı ki, müstəhəbbi namazlardan, bəzi müstəhəb namazlar ki var, onlar cəmaatla qılınar ki, müstəhəb namazlar cəmaatla qılınmaz, fəqət bir neçə namazdan başqa. Həmən bir neçə namazdan biri də yağış tələb etmə namazıdır ki, cəmaatla qılınır. Bəli, müsəlmanlar müsəllaya, səhraya çıxıb namaz qılırlar, amma yağış yağmır. Ölkənin, şəhərin xristiyanları, nəsraniləri çölə çıxıb dua etməyə başlayırlar. Aralarındaki bir keşiş, Casəliq adında bir keşiş elə əl götürüb dua edər etməz yağış yağar, buludlar gələr, göy üzün alar, yağış yağar və beləliklə insanlar arasında şübhə toxumları yayılmağa başlayır. Belə ki, artıq müsəlmanların, yəni əvam-ı cəmaat, böyük bir dəstə xristiyanlığa, nəsraniliyə meyl edirlər ki, bəli, bu da İslam camiyyəsini, müsəlmanları, baxmayaraq ki, Əbbasilər zalim edilər, zahirən ki, müsəlman edilər, müsəlmanların xəlifəsi özünü hesab eləyir ki, Əbbas xəlifəsi bunları narahat etməyə başlayır ki, bəs bizim alimlərimiz, bizim müsəlmanlarımız, bizim imam-ı cəmaatlər namaz qılırlar, dua elirlər, Quran tilavət edirlər, istisqa namazı qılırlar ki, bir qətrədə olsun yağış yağmır, amma nəsranilər gələn kimi, xristiyanlar gələn kimi onların keşişi elə əl götürüb dua edər etməz, Allah rəhmət buludlarını göndərir, yağış yağır və dəstə-dəstə insanlar meyl etməyə başladılar nəsraniliyə, xristiyanlığa ki, belə ki, əlacsız qalıb Əbbasi xəlifəsi İmam Həsən Əskəri əleyhissalama peyam göndərir ki, Yəbnə Rəsulillah, ədrik ümmətə cəddik. Ey Peyğəmbər balası, cəddin Rəsulullahın, baban Peyğəmbərin ümməti əldən gedir, nəsraniləşir, xristiyanlaşır ki, bəs onların dadına çatkinəm. Belə getsə, bu minvalla məmləkətdə hamı bir neçə ilə bir müddətə hamı bəlkə çevrilib ola nəsrani. İmam əleyhissalatu vesselam buyurdu ki, mən bəli bu məsələ ilə bağlı inni xaricun fi zalikə qədən, sabah inşallah bu məsələ ilə bağlı mən çıxıb gələrəm ki, bizim sözlə gəlib öz sözümü deyərəm, həqiqət kəşf olar, həqiqət aşikar olar. Bəli, quraqlıq keçir yenə, müsəlmanlar yığışıblar istisqa namazı qılmağa, namaz qıldılar, dua etdilər, yağış yağmadı, nəsranilər ki gəlirdilər ki, yenə həmin o Casəlik keşişdə onların arasında İmam əleyhissalam buyurdu ki, gedin o keşişi nəzarət eləyin, baxın, onun əlində bir şey olacaq, barmaqlarının arasında gizlin saxlayıbdır ki, onu görsöz götürün, gəlin. Belə də eləyirlər, əzizlərim, baxıb diqqətlə görürlər ki, barmağının arasında sanki nəysə bir balaca, xırda bir şey vardı ki, istəyir ki,
əl götürüb dua eləsin, tez gəlib onu alırlar, götürüb gəlirlər, bəli, xəlifə oturub, bəli, əyləşib, əyan, İmam Həsən Əskəri əleyhissalam ki, baxıb görürlər bir sümük parçasıdır. Hamı qalır ki, bu nə sirdir? Həzrət buyurdu ki, bəli, bu Bəni İsrail peyğəmbərlərindən birinin sümüyüdür, əzasıdır ki, bu keşişin əlinə düşübdür. Və ey cəmaat, bilin, peyğəmbər əzasının, yəni bu bütün peyğəmbərlər, peyğəmbər əzasının xüsusiyyəti var. Əgər bir zaman nə vaxtsa, haçansa bir peyğəmbər əzası aşikar olarsa, səma altında aşikar olarsa, həmən Allah Teala dərhal yağış göndərər ki, bəs o yağışın yağması bu keşişə görə deyilmiş, məhz bu peyğəmbər əzasına görəydi ki, o keşiş hiylə eləyir. İmam əleyhissalam göstəriş verdi, aparıb o sümüyü ehtiramla dəfn elədilər, çünki peyğəmbər əzasıdır. Dedilər, indi o keşiş nə qədər dua eləyir eləsin, baxın görün bir şey olur mu? Heç bir şey. Həzrət əleyhissalam heç bir hilə olmadan, bir müəyyən vasitələr olmadan ki, adabilə gəldi, İmam əleyhissalam namaz qıldı. Yəni dua elədi, əlin götürdü, duası tamam olmamış. Allah ki, rəhmət buludların göndərdi, yağışlar yağdı, sirab oldu ki, belə ki, insanların qəlbindən o şək şübhəni aradan apardı İmam əleyhissalam. Əzizlərim, bu qissəni ki, yada salmaqda, yadavarlıq eləməkdə, siz əzizlər üçün söyləməkdə məqsədim nə idi? Əimməyi əthar, fəda olaq. Bax, İmam Həsən Əskəri əleyhissalam 28 il ömrü şərifi olan bir iş gördü ki, bir hadisə oldu ki, bir iş gördü ki, əgər İmam Həsən Əskəri əleyhissalam olmasaydı, hələ bilmək olmazdı ki, bizlər indi oturub İslamdan danışırdıq burada, Qur'andan, Əhl-i Beyt əleyhissalamdan danışırdıq, yoxsa elə o birçokları kimi o dövrdə, yəni o qayda ilə ki gedirdi, indi Yəhudi, Nəsrani dininə xidmət edənlərdən olmuşdu. Ki İmam əleyhissalamın bərəkətinə, Əhl-i Beyt əleyhissalamın ehtiramına, ki, bəli ki, Allahın hüccətidirlər ki, İmam Həsən Əskəri əleyhissalam elə bir iş gördü ki, İslami xətərdən, təhlükədən, aradan getmə təhlükəsindən qorudu ki, necə ki bir zaman onun cəddi Əba Əbdillahil İmam Hüseyn əleyhissalatu vəssalam solmaqda olan, aradan getməkdə olan həqiqi İslamı öz mübarək qanı ilə suvardı və qoymadı İslam dini, cəddi Resulullahın, Peyğəmbər salavatullahın şəriəti aradan gedər. Allah'ın verir İzzət-i Cəlalına, Allah Teala Əhl-i Beyt əleyhissalamın yolunda sabit qədəm olmağı bizlərə nəsib eləsin.